Salam Kamran bəy. Sualım budur rubrikasına xoş gəlmisiniz. Sizə bir neçə sualım olacaq. İcazənizlə başlayırıq. Birinci sualımız belədir. Proqramlaşdırma öyrənməyə başlamaq istəyən biri üçün ən doğru istiqamət sizcə hansıdır? Çox sağ olun sual üçün. İlk olaraq sualınıza belə cavablandırım ki, mənim üçün proqramlaşdırmaya başlamaq üçün hər bir gəncin əsas istiqaməti ondan ibarət olmalıdır ki, bir hədəf və bir məqsəd belirləsin özünə. Əgər bir gəncin məqsədi varsa, bu məqsəd uğrunda həqiqətən də öyrənmək istəyirsə, ilk olaraq bilirsiniz ki, Bakıda və Azərbaycanda ümumiyyətlə fərqli kurslar var, hansı ki, bu proqramlaşdırmanı öyrədirlər. Onlar ilk öncə doğru kurs seçimini özlərində bildirməlidirlər və hansı kursu doğru şəkildə seçib, həmin o kursun ona fayda verəcəyini sualını özləri ünvanlamalıdırlar. Və bir kurs müddətində özündəki proqramlaşdırmada 6 aylıq bir müddət və ya 8 aylıq bir müddətdə gənc özündə müxtəlif praktiki yollarla həmin bu peşəni öyrənmək üçün müxtəlif istiqamətdə təlimlərdə iştirak etməlidir. Bilirsiniz ki, həm ödənişli bir neçə təlimlər təsis olunur və həmin bu təlimlərdə gənclər ümumiyyətlə bu sahəni öyrənməyi və bu sahənin dərinliyinə düşmək üçün hər şey etməlidirlər. Əsasən birinci olaraq hər bir tələbəyə biz həmişə buyururuq ki, siz əgər bir şey öyrənmək istəyirsinizsə, özünüzdə bunu necə istifadə edərəm yox, bununla nələr edə bilərəm sualını verin. Əgər bununla nələr edərəm sualında sizin ağlınıza 5 və ya 10 sual canlanırsa, siz artıq həqiqətən də nəticə etməyi bacarmağa nail olacaq bir gəncsiniz. Sizcə gələcəyin dili hesab olunan proqramlaşdırma dillərindən hansını önə çıxarardınız? İlk olaraq belə ünvanlayım. Hal-hazırda biz proqramlaşdırma üzərində danışırıqsa, Azərbaycanda bir neçə sayt quruculuğu var ki, belə bir sayt quruculuğu var ki, biz startaplarda adətən bunları qarşılaşırıq. Bizim ən çətin çəkdiyimiz proqramlaşdırma dili backend üzərində olur. Backend biz adətən istəyirik ki, PHP üzərində bir proqramlaşdırma gənc tapaq, lakin tapa bilmirik. Çünki bilirsiniz ki, Facebookda belə adətən PHP-dən istifadə olunmuş bir neçə detallar var. Lakin indiki gənclər Java və digər dilləri öyrənir deyə PHP üstünlük vermirlər və deyirlər ki, PHP artıq köhnə bir istifadə metodu dilidir. Lakin hal-hazırda bizim ən çətin çəkdiyimiz və ən çətin tapa biləcəyimiz dillərdən biri də PHP-dir və biz kursda adətən tələbələrə PHP dilini də öyrədirik. Frontend üzrə də tələbələr bəzən bizə müraciət edirlər. Lakin biz tədris olaraq tələbələrə məsləhət görürük, gənclərə məsləhət görürük ki, siz ümumiyyətlə full stack olaraq proqramlaşdırmanı öyrənin. Hər ikisinin qarşılığı, yəni miksini öyrənmək gənclərə daha çox faydalı olacağına inanırım. Çox sağ olun. Növbəti sualımız isə belədir. Texniki bilikləri az olan biri bu sahədə necə uğurlu ola bilər? Aydındır. Adətən bunu belə bir praktik olaraq cavablandırmaq istəyirəm ki, bizim kursumuza adətən müraciət edən gənclərdən yaşlılar olaraq, kateqoriya olaraq böyük yaş auditoriyası olan adamlar da olur. Məsələn, 35-40 yaşlı bir adamlar olur ki, müraciət edirlər. Onlar bilirsiniz ki, artıq müəyyən bir müddət keçirlər, gənc deyirlər və müəyyən bir texniki bacarığa sahib deyirlər. Və bu bacarığa sahib olmayan birisi adətən belə deyək, biz onlara həqiqətən də nəsə uğur əldə etdiyini gördükdə çox sevinirik. Çünki öyrənmək üçün heç bir gec olmadığını və yaxud sizin texniki bilginizin az və yaxud çox olmağından asılı olmayaraq öyrənmək istəyən hər bir gənc, hər bir yaş kateqoriyasına uyğun olan bir adam bu sahədə mütəxəssis ola bilər. Növbəti sualımız isə belədir. Proqramlaşdırma prosesində motivasiyanızı necə qoruyursunuz? Aydındır. Adətən məsələn, bəzi proqramlaşdırma mütəxəssisləri var ki, gecə saatlarında işləyirlər, gecə saat 12-dən sonra tam sakit bir rutində işləyirlər. Bəziləri isə səhər və aydın bir mühitdə işləməyi çox sevirlər. Məsələn, mənim motivasiyam gecə sakitliyi olan bir mühitdə işləməkdir. Çünki bu zaman həm tam səssiz, həm tam işə fokuslanmaq üçün əla bir vaxt seçimidir. Amma bəzən heç iş mühitində, bilirsiniz ki, Azərbaycan tam ştatlı bir mühitdə 9-dan 6-ya kimi bir iş icra edilməsinə məcbur olunur. Bu mühitdə də gənclərə mən məsləhət görürəm ki, əgər həqiqətən də işləmək niyyətləri varsa, motivasiya niyyətləri varsa, işləri sevərək etsinlər. Çünki insan işini sevərək edərsə, həqiqətən də nəticələr çox yüksək olur. Azərbaycan gəncləri üçün proqramlaşdırma sahəsində hansı imkanlar mövcuddur? Aydındır. İlk öncə bunu deyim ki, əgər gənclər universitetdə proqram mütəxəssisi olaraq kompüter elmləri kimi ixtisasında təhsil alırsa, təbii ki, bu 4 illik müddətdə universitet ona ilkin təməl biliklərini onlara təqdim edir. Lakin bu biliklər bəzi gənclərə belə deyək, məhdud olur və deyir ki, mən artıq daha artıqını öyrənmək istəyirəm. Bunun üçün Azərbaycanda bir neçə kurslar var, hansı ki, bu kurslarda onlar tədris ala bilərlər və burada birinci sualda da vurğuladığım kimi ən önəmli doğru kurs seçimidir. Çünki tələbə bu kursa yatırdığı yatırım, özünə yatırdığı invest nəticəsində böyük bir bilik əldə edir və bu biliki həqiqətən də iş mühitində istifadə edə biləcəyinə inanırsa, doğru yatırım onun gələcəyi üçün daha yaxşıdır. İlkin tövsiyəm ondan ibarət olar ki, doğru kurs seçimi etsinlər və sonraki bir müddətdə bu kursun seçdiklərinə peşman olmasınlar. Çox sağ olun. Bildiyiniz kimi bir çox gəncə proqramlaşdırmanın dilləri arasındakı fərq çox maraqlı gəlir və sizcə bu fərqlər nələrdir? Aydındır. Dediyim kimi, ikinci sualda da vurğulamışdım. PHP-dən söhbət eləmək istəyirəm. Məsələn, indiki dövrlərdə bəzi gənclər, yeni gənclər PHP-nin üstünlüyünü hesab etmirlər. Çünki deyirlər ki, PHP köhnə dildir, ondan istifadə
istifadə edilmir. Lakin bu həqiqətən də real bir nümunədir ki, Facebook, yəni Metanın quruluşunda böyük bir dilin vasitəsi PHP-dən qurulub və bu PHP-dən qurulduğuna görə gənclərə biz üstünlük veririk ki, SP dili arasında fərq qoymasınlar. Adətən bu müsahibə backendlər arasında olur. Çünki backend üzrə yeni dil biliklərinə sahib olan gənclər adətən yeni dillə yazmağı üstün hesab edirlər. Lakin biz hər iki dili bilməyin üstünlüklərini onlara edirik ki, yəni bunlar arasında fərq yoxdur. Yəni belə deyək, həqiqətən öyrənmək istəyən bir gənc varsa, hər iki dili bilərsə, onun üçün böyük bir uğur əldə etmək mümkündür. Bəs sizcə proqramlaşdırmada səmərəlilik nə deməkdir? Aydındır. Dediyim kimi, əsasən səmərəli dili iki şaxəli olaraq bunu vurğulamaq istəyirəm. Birinci şaxəli iş müddəti və iş saatıdır. Çünki bizə qoyulan deadline, yəni son təhvil vermə tarixində biz səmərəli şəkildə kodlardan istifadə edəcəksə və kodların yazılmasına doğru şəkildə vaxtımızı idarə edə bilərsə, səmərəli şəkildə istifadə edə bilərsə, proyekt vaxtında çatır. Amma bəzən bilirsiniz ki, bir neçə errorlar, xətalar və s. Təhdidlər olduğu halda, yəni risklər olduğu halda biz bu müddəti uzadırıq və bizə digər istehlakçı tərəfdən və ya bir mütəxəssis tərəfindən vurğulanır ki, siz işinizi vaxtında və səmərəli yerinə yetirin. Bu adətən startaplarda da olur. Məsələn, hackathonlarda 8 saatlıq bir müddətdə bir proyekti təhvil vermək istəyirlər. Əgər sən 8 saatlıq bir müddətdə vaxtından səmərəli istifadə edib proyekti doğru şəkildə, səmərəli şəkildə kodlamağı bacarsan, onda sən uğur əldə edə bilərsən. Yəni birinci şəxs olaraq bunu vurğulamaq istəyirəm. İkinci şəxsin isə səmərəli dedikdə, məsələn, proqramistlər səbirsiz olurlar bəzən isə xətalar görəndə çox tez əsəbləşirlər. Yəni bunun vaxtı düzgün idarə etməsi, insanların ilk öncə özündən öz duyğularını idarə etməsi çox vacibdir. Çünki bir şey hər bir xəta verirsə, o heç vaxt bitəcək deyilən bir şey deyil. Onun ikinci bir şansı da olmalıdır. Bəs süni intellektlə proqramlaşdırma arasında əlaqə varmı və varsa sizcə bu nələrdir? Bəli, bu çox qlobal yayılmış bir problemdir əslində. Bir problem və bir şansdır. Məsələn, adətən proqramçılar bir neçə AI-dən istifadə edirlər. DeepSeek olsun, ChatGPT olsun və digər platformalardan istifadə edirlər. Lakin onlara vurğulayır ki, siz bununla belə, məsələn, DeepSeek-də bir tələbə, bir gənc kod yazırsa, mən proqramistəm, mən kodlaşdırmayı yaxşı bilirəm deyə bilməz. Çünki belə deyim, siz sadəcə AI-dən istifadə edib kodlaşma bilirsinizsə, onun xətaları var. Ayrıca DeepSeek özündə belə ChatGPT-nin yazdığı kodda 6 səhv tutur. Yəni bu demək ki, AI belə digər AI motorunu güvənini vermir. Yəni siz kodlama dilini bilməlisiniz ki, onlarda olan xətanı düzəldə bilərsiniz. Bəli, burada belə bir nüans var ki, doğrudan sizə bir kömək eləyə bilər, bir şans yarada bilər ki, məsələn, deyək ki, bir DeepSeek sizə kod verib, promptu verib və kodda siz artıq nəyə necə etmək lazım olduğunu bilirsiniz, sxemanı bilirsiniz və bu sxemanı bildiyiniz halda, əgər kodlama dilini bilirsinizsə, orada düzəlişlər edib böyük bir, yaxşı bir layihəyə irəli qoya bilərsiniz. Çox sağ olun. Bəs gələcəkdə proqramçıların rolu sizə görə sizcə dəyişəcəkmi hazırki situasiyada? Belə fikirləşirəm ki, bəli, dəyişə bilər. Çünki hal-hazırda proqramçılarla AI arasında böyük bir mübarizə var. Çünki AI-ın qoyduğu proqram kodları ilə proqram kodları arasında böyük bir fərq var. Məsələn, bəzi AI qoyduğu kodlara baxırsan, deyirsən ki, bunu bir proqramist yazıb, sualı yaranır adamın ağlında. Lakin bir proqramçı bu kod dilini bilirsə, burada bir nüans tutur, bir səhv tutur. Yəni, bunu da xüsusi bilmək vacibdir. Məsələn, belə deyim, biz Avropaya bir startapla hazırlaşan zaman biz orada gördük ki, həqiqətən də bu arasında bir qarşıdurma var. Məsələn, onlar deyirlər ki, AI-dən istifadə etməyin və kodu AI-ya atıb yoxlamasını da tələb edirlər ki, bu kod AI-dən istifadə edib ya yox. Çox sağ olun, çox təşəkkür edirik. Suallarımızı cavabladığınız üçün, eyni zamanda da təklifimizi rədd etməyib gəldiyiniz üçün sizə təşəkkür edirik. Çox sağ olun.